Salam əziz dostlar, şagirdlərin dərsə davamiyyətini ölçmək üçün yeni mexanizm tətbiq olunmağa başlayıb. Artıq Bakıdakı 12 nömrəli məktəbin 10 sinifində pilot layihə olaraq yeni mexanizm tətbiq olunur və növbəti həftədə isə həmin məktəbin digər siniflərində də yeni mexanizmin icrasına başlanılacaq. Bu nədir? Bu QR kod əsaslı elektron davamiyyətdir. Deməli, hər bir şagird üçün QR kod hazırlanacaq və həmin QR kod şagird məktəbə daxil olanda telefon vasitəsilə həmin QR kod oxunulacaq və dərhal da şagirdin məktəbə gəldiyi qeydiyyata götürüləcək. Eyni zamanda da şagirdin məktəbə gəldiyi barədə valideynin WhatsApp nömrəsinə bildiriş göndəriləcək. Deməli, bu dərsə davamiyyətin rəqəmsallaşdırılması, valideyn məktəb əlaqələrinin gücləndirilməsi və şagirdlərin təhlükəsizliyinin daha effektiv şəkildə təmin olunması məqsədi ilə bunun icrasına başlanılıb. Əslində çox mühüm bir addımdır. Nəzərə alsaq ki, bəzi valideynlər hətta kiçik yaşında olsa belə uşaqlarını məktəbə özləri apara bilmirlər. Müxtəlif səbəblərdən, iş səbəbindən və ya digər səbəblərdən. Bəzən də hətta yuxarı siniflərdə oxuyan şagirdlər də məktəblərdən yayınırlar, məktəb adına evdən çıxırlar, amma bəzi hallarda məktəbə getmirlər. Bu mənada, deməli, bu pilot layihənin, bu yeniliyin tətbiqi çox müsbət qiymətləndirilməlidir. Bu, şagirdin təhlükəsizliyi üçün çox mühüm bir addımdır. Xüsusilə də ki, şagirdin məktəbə gəlib-gəlmədiyi barədə valideynin vaxtında məlumatlı olması və bu sistem vasitəsilə valideynin vaxtında məlumatlı olması çox müsbət bir addımdır. Yaxşı olardı ki, bu ölkənin bütün məktəblərində tətbiq olunsun.